Əlillik, pensiya təminatı, sosial müavinətlər, 162 xidmətin 90% yaxını elektron qaydada göstərilə bilir. Hansı innovativ yeniliklərdən istifadə edilir? Bunun gələcəyi süni intellektə doğru gedir. Mərkəzlərimizin hamısı inklüziv dizayn olunmuşdur. Necədir bu sahədə vəziyyət? Çox razıyam, razı deyiləm və çox narazıyam. Bizim səhər xidmətlərimiz hal-hazırda tam ödənişli şəkildə həyata keçirilir. Xidmətlərin əlçatanlığını təmin etmək üçün xidmətlər necə həyata keçirilir? Məntəqə tipli mərkəzlər vasitəsilə fəaliyyət göstəririk. Onlar arasından biz 300-dən çox könüllünü işlə təmin etmişik. Digər rayonlarda mərkəzi tabe olan filiallar açmaq planlarımız var. Salam, hər vaxtınız xeyir. Asan TV-də növbəti müsahibə ilə qarşınızdayıq. Bu dəfə DOST Agentliyinin fəaliyyət istiqamətlərindən danışırıq. Gələcək dövr üçün vətəndaş məmnunluğunun təmin edilməsində bu agentliyin hədəfləri nələrdir? Yeni DOST mərkəzləri hansı regionlarda açılacaq? Bu və digər suallara DOST Agentliyinin idarə heyətinin sədrinin müavini Seymur Aliyevlə birgə cavab tapacağıq. Seymur müəllim, xoş gəlmisiniz. Xoş gördük. Və ilk olaraq soruşmaq istərdik, DOST Agentliyinin fəaliyyət istiqamətləri nələrdir və göstərilən xidmətlərlə bağlı məlumat verərdiniz? Çox sağ olun, Sədaqət xanım. Fürsətdən istifadə edərək qarşımızdan gələn Novruz və Ramazan bayramı həm sizi, həm tamaşaçılarımızı təbrik edirəm. DOST-un fəaliyyət istiqamətlərinə gəldikdə, hal-hazırda DOST Agentliyi, DOST xidmət mərkəzləri vasitəsilə Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan 162 xidmətlə vətəndaşlarımıza xidmət göstəririk. Bu 14 istiqamətdədir. Bura əlillik, pensiya təminatı, sosial müavinətlər, həmçinin əmək münasibətləri sahəsində xidmətləri göstərə bilərik. Bəs xidmətlərin təkmilləşdirilməsi istiqamətində hansı addımlar atılır? Xidmətlərin təkmilləşdirməsi biz fəaliyyətə başladığımız 2019-cu ildə xidmətlərimizin sayı cəmi 124 idisə, hal-hazırda 162-yə çatdırılmışdır. Bura əlavə funksiyalar yardımçı xidmətlər, vətən müharibəsi zamanı şəhid olmuş və yaralanmış vətəndaşlarımıza xidmətlər də əlavə olundu. Bura vahid əlaqələndirmə mərkəzi yaradıldı. Onun sayəsində xidmətlərimiz artdı. Həmçinin qanunvericilikdə olan təkmilləşdirmələri göstərmək olar, elektronlaşdırmanın buna misal göstərmək olar. Əmək məcəlləsində edilmiş dəyişikliklərlə vətəndaşların hüquqları daha da gücləndirildi. Həmçinin qeyd etdiyim kimi elektronlaşma sahəsində hal-hazırda xidmətlərimizin, yəni 162 xidmətin 90% yaxını elektron qaydada göstərilə bilir və proaktiv qaydada təmin olunur. Seymur müəllim, elektronlaşmadan danışdınız. Bəs bu istiqamətdə hansı innovativ yeniliklərdən istifadə edilir? İnnovativ yenilər proaktiv xidmətləri göstərmək olar. Yəni vətəndaşlar əvvəl müraciət edirdi, reaktiv xidmətlər olurdu. Onlar müraciət etdikdən sonra hüquqlar təmin olunurdu. Amma hal-hazırda bizim, yəni vətəndaşların pensiya yaşı çatdıqda topladıqları pensiya kapitalına əsasən proaktiv qaydada pensiya təyinatı həyata keçirilir. Həmçinin uşağın anadan olmasına görə bir dəfəlik müavinət əvvəllər vətəndaşlar sənəd toplayıb təqdim edirdilər. Amma hal-hazırda uşaq üçün asan xidmət mərkəzlərinə yaxınlaşırlar. Oradan sənəd aldıqda doğum haqqında şəhadətnamə artıq uşağa fin təyin olunur və fin nəticəsində uşağın valideynlərinə bir dəfəlik müavinət təyin olunur və onlar heç bir yerə müraciət etmədən sadəcə banka yaxınlaşmaqla bankdan pulu götürə bilirlər. Yox, əgər onlarda müvafiq bankın kartı varsa birbaşa həmin karta köçürülür və oradan təmin olunur. Həmçinin vəfat etmiş şəxslər üçün ödənilən müavinətlər də orada bir neçə yerdən arayış təqdim olunurdu. Ləngilmə prosesi var idi. O da yalnız bələdiyyə arayışına keçirməklə sadələşdirildi və son olaraq da xəstəlik vərəqələri, bültenlərə görə olan təyinat ödənişlərinin də proaktiv qaydada elektronlaşması prosesi başa çatmaq üzrədir. Yeri gəlmişkən göstərilən xidmətlərdə əsas göstəricilərdən biri vətəndaş məmnunluğudur. Hazırda vətəndaş məmnunluğu neçə faiz təşkil edir və ümumilikdə bu göstəricini necə ölçürsünüz və bu göstəricinin yüksək səviyyədə saxlanılması üçün hansı işlər görülür? Çox qəşəng sualdır. Hal-hazırda 98,7%-dir. Biz bunu saxlamaq üçün əvvəl ölçmək hissəsinə keçim. Ölçmək üçün vətəndaş xidmət aldıqdan sonra dərhal yerində planşetlər vasitəsilə qiymətləndirməni keçirə bilər.
Orada çox razıyam, razı deyiləm və çox narazıyam. 4 smaylikdən birini seçir və o dərhal bizim bazaya gəlir oturur. Bundan savayı çıxışda bizim könüllülər tərəfindən vətəndaşlardan sorğu keçirilir və orada sadəcə şifahi sorğu keçirilmir ki, razı qaldım, razı qalmadım. Orada konkret vətəndaşdan növbə kodu istənilir və növbə kodunu təqdim etdikdən sonra gəlir narazılığını bildirirsə ki, mən narazı qaldım. Orada dərhal qeyd olunur, planşet vasitəsilə ötürülür və mərkəz tərəfindən artıq araşdırma başlanılır. Yəni 2-3 gün ərzində vətəndaş niyə narazı qaldı? Bizim xidmətlərdənmi narazı qaldı? Bizdə ünsiyyətdənmi narazı qaldı? Yoxsa hər hansı bir təyin olunmuş məbləğdənmi narazı qaldı? Və 3-4 gün ərzində araşdırma aparıldıqdan sonra vətəndaşa geri dönüş olaraq məlumat verilir və bu şikayətlərin statistikası aparılır və nə əsasda biz təkmilləşdirmədə gələcəkdə bunu istifadə edirik. Yeri gəlmişkən DOST mərkəzlərinə sosial həssas kateqoriyadan olan vətəndaşlar da müraciət edir. Məhz bu qrupdan olan vətəndaşlara xidmətlərin əlçatanlığını təmin etmək üçün xidmətlər necə həyata keçirilir? Xidmətlər çağrı mərkəzi vasitəsilə də həyata keçirə bilərik, həssas əhali qrupu olduqda. Yox, əgər mərkəzə gəlmək istəyirlərsə və yaxud da ki, birbaşa iştirakla olmalıdırsa, səyyar xidmət vasitəsilə təmin edirik. Bizim səyyar xidmətlərimiz hal-hazırda tam ödənişli şəkildə həyata keçirilir. Vətəndaş mərkəzə yaxınlaşa bilmədikdə səyyar xidmət sifariş edir və bizim səyyar xidmət komandası onun evinə yaxınlaşaraq oradan da xidmət göstərirlər. Yox, əgər mərkəzə yaxınlaşdıqda özü əgər hər hansı bir hərəkət məhdudiyyəti varsa, mərkəzlərimizin hamısı inklüziv dizayn olunmuşdur. Onların hərəkəti üçün bizim hər bir mərkəzdə müvafiq arabalarımız var. Vətəndaşı könüllülər əvvəldən axıra qədər müşahidə edirlər və burada yəni digər tərəfdən də bizə özünə xidmət masaları var. Əgər onlarda da kömək edirik, insanlar kompüterdən istifadə edə bilmədikdə bizim könüllülər vasitəsilə onlara müvafiq dəstək göstərilir. Bildiyimiz qədərilə hazırda 7 DOST mərkəzi fəaliyyət göstərir. Məhz bu mərkəzlər paytaxt Bakını, Abşeron rayonunu və Qarabağ bölgəsini əhatə edir. Gələcək dönəm üçün daha hansı rayonlarda DOST mərkəzlərinin fəaliyyətə başlaması planlaşdırılır? Bəli, hal-hazırda 5 DOST mərkəzi Bakı şəhərində fəaliyyət göstərir. Biri Abşeron regionaldır, digəri Qarabağ regional DOST mərkəzidir. Gələcəkdə bizim iqtisadi rayonlarda mərkəz açmaq və digər rayonlarda mərkəzi tabe olan filiallar açmaq planlarımız var. Mərkəzlər hal-hazırda Masallıda, Gəncədə, Qubada, bu il ərzində Naxçıvanda DOST mərkəzinin tikintisi başa çatmaq üzrədir, açılması nəzərdə tutulur. Həmçinin filial şəbəkələri də var. Qarabağ regional DOST mərkəzinin Tərtər filialı bu ilin yanvarında açılışı baş tutdu. Həmçinin bu yaxında Neftçalada DOST filialının açılması nəzərdə tutulur. Bundan savayı biz xırda olaraq məntəqə tipli mərkəzlər vasitəsilə fəaliyyət göstəririk. Bura işğaldan azad olunmuş əraziləri göstərə bilərik. Hal-hazırda Qarabağ DOST mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Füzulidə DOST məntəqəsi var. Orada həm məşğulluq, həm Kobiya, həm DOST bir yerdə fəaliyyət göstərir. Həmçinin Kəlbəcərdə DOST məntəqəsi var. Məntəqə biraz mərkəzdən, filialdan balaca, harda əhali sayına uyğun olaraq təşkil olunan xidmət hissəsidir. Gələcəkdə də biz ya mərkəz, ya filial, ya məntəqə vasitəsilə bütün əhalinin ərazidə olan xidmətlə təmin etmək istəyirik. Yeri gəlmişkən Qarabağda artıq nə qədər vətəndaşa DOST xidmət tərəfindən xidmət göstərilib? Qarabağ dedikdə biraz geniş anlam orada çünki bizim Qarabağ regional DOST mərkəzimiz var. Həmçinin bildiyimiz kimi Asanla bir yerdə fəaliyyət göstərdiyimiz Şuşada DOST xidməti mərkəzi var və bura Kəlbəcəri misal çəkdim. Lap ən birinci bizim orada xidmət yerimiz Asanla bir yerdə açılan Ağalıda olmuşdu. 28 may 2022-ci ildə Cənab Prezidentin iştirakı ilə açılışı baş tutmuşdu. Onun dəqiq statistikasını mağazada sizə verə bilməyəcəm. Çünki yəni Qarabağ bizim üçün geniş anlamdır. Orada Qarabağ regional DOST mərkəzimiz var, filiallar var, məntəqələr var. O hamısı da hal-hazırda fəaliyyət göstərməkdədirlər. DOST mərkəzlərində həmçinin könüllülük fəaliyyəti də xüsusi qeyd olunmalı məqamlardan biridir. Könüllü DOST layihəsi ilə bağlı da istərdik məlumat verəsiniz. Könüllü DOST layihəsi bizim ən uğurlu layihələrimizdən biridir. Yəni biz fəaliyyətə başlayandan indiyənə qədər 190 minə yaxın müraciət daxil olmuşdu könüllü olmaq istəyənlər üçün. Onlardan 8 min nəfər könüllü fəaliyyətini uğurla başa vurmuşdur. Onlar arasından biz 300-dən çox könüllünü işlə təmin etmişik. Bizim üçün yaxşı kadr bazasıdır və könüllülərlə
bir neçə könüllü proqramımız var. Bura gənc dostu göstərmək olar. 18-29 yaş aralığında olan vətəndaşlarımız orada könüllü fəaliyyətin məşğul olurlar. 2 ay ərzində könüllü olduqdan sonra biz onlardan təcrübə proqramlarında da istifadə edirik. Həmçinin gənc dostla yanaşı bizim Gümüşü Dost proqramımız da var. Bu yaşı 55-dən yuxarı olan vətəndaşlarımız da gənclərlə bir yerdə könüllü fəaliyyəti ilə məşğul ola bilirlər. İstərdim bir qədər agentliyin beynəlxalq əlaqələri, eyni zamanda DOST modelinin xarici ölkələrdə tətbiqi barədə də məlumat verəsiniz. Necədir bu sahədə vəziyyət? Bu sahədə bizim fəaliyyətə başladığımız vaxtdan bir neçə təşkilata üzv olduq, onların təcrübələrini öyrənmək üçün və çox sevindirici odur ki, biz bu təşkilatlardan sonra mükafatlar da əldə edə bildik. Avropa sosial şəbəkəsini göstərə bilərəm. Biz ora üzv olduqdan sonra onların 2 əsas mükafatının qalibi olduq. 2021-ci ildə texnoloji alət nominasiyasında, yəni DOST Xidmət Mərkəzinin fəaliyyət göstərmə modeli qalib gəldi və 2024-cü ildə biz onlardan yenə görmə məhdudiyyətli şəxslər üçün veb saytların dizayn nəticəsində qalib gəldik, əlçatanlıq, inklüzivlik sahəsində. Avropa Sosial Şəbəkəsi ilə paralel olaraq biz həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv olduq və həmin təşkilatdan mükəmməllik sertifikatı əldə etmişik. Onların bir neçə mükafat qalib sertifikatlarını əldə etmişik. Bu təşkilatlarla yanaşı həmçinin bizim ikitərəfli əlaqələrimiz var. Moldova və Özbəkistan Respublikasında DOST modelinin tətbiqi ilə bağlı sıx əlaqələr aparılır. Həmçinin Avropa ölkələrindən Rumıniya və Serbiya və gələn ayda bizim nümayəndə heyətimiz Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər. Onlar Zaqreb bələdiyyəsi tərəfindən DOST xidmətləri modelinin tətbiqi barədə planlar artıq var. DOST agentliyinin gələcək dövr üçün əsas prioritetləri və strateji hədəfləri nələrdir? Əsas hədəflərimiz bildiyimiz kimi bayaq da qeyd elədik bizim verilişin əvvəlində DOST mərkəzlərinin əhatəsidir ki, DOST mərkəzləri filiallar və sahəsi ilə strategiya bütün ölkəni əhatə eləsin. Birinci mərhələdə odur. İkinci mərhələdə bizim elektronlaşmamızdır ki, xidmətlər elektron olsun. Çünki bunun gələcəyi süni intellektə doğru gedir və elektronlar laşma o həddə çatmaq istəyir ki, virtual DOST vasitəsilə biz xidmətlərimizi təqdim edə bilək. Həmçinin DOST-un başqa ölkələrdə təqdimatı və DOST modelinin şəbəkəsinin genişləndirilməsidir. Çox sağ olun, təşəkkür edirik bir daha gəldiniz və suallarımıza cavablandırdınız. Bir daha sizi qarşıdan gələn bayramlar vasitəsilə təbrik edirəm. Gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Bir daha xatırladım ki, qonağımız DOST agentliyinin idarə heyəti sədrinin müavini Seymur Aliyev idi. Sağ olun, sağlıqla qalın.